fikirlərim, düşünürəm ki, maraqlı oyun keçdi. Araz Naxçıvanın gücünü bilirdik. Çox yaxşı futbol oynayırlar, yaxşı futbolçular var. Ümumiyyətcə, yaxşı futbol getdi. Düşünürəm ki, azarkeşlər üçün də. Sevinci qələbə qazanmışıq, bu qədər. İlk hissədə sanki meydanda bərabər səviyyəli oyun gedirdi, amma ikinci hissədə komandanız təşəbbüsü ələ aldı. Fasilədə nələr deyildi sizə başlayın? Fasilədə mən spektator skamyasındaydım, yəni çox eşitmədim nələr danışıldı. Düzdür, iki fərqli hissə izlədik. İkinci hissə düşünürəm ki, daha öz oyunumuzu tutduq, öz oyunumuzu oynadıq. Bu qədər. Hakim sənə güzəşdə getdi. Mənə güzəşdə getdi. Boğazından Yox, boğazından tutub prosta aralaşdırırdım onu orada. Başqa niyyətim yox idi. yəni heç bir şey Yox. Tam görə bilmədik meydanda nələr yaşandı. Yəni nə üstündə baş vermişdi hadisə? İnanırsınız oğlum, mən də o qədər dəqiqliklə bilmirəm. Mən prosta oraya getdim, aralaşdırırdım. Həmin oyunçu da mənim üzümə zərbə indirdi. Mən də yıxıldım yerə. Necə düşünürsən? Bu Araz Naxçıvanla kubokda da qarşılaşacaqsınız. Bu oyun bir komandanı analiz eləmək üçün sizə bir sınaq oldu mu? Əlbəttə, bəli. Araz Naxçıvanın gücünə bələdik, bilirik. Düşünürəm ki, qarşıda da bizim maraqlı oyun gözləyir. Komanda çempionatda liderdir. Qızıl Dubur hədəfi varmı? İnşallah hədəfimiz odur. Bir də istədim milli ilə bağlı. Qarşıda iki yoldaşlıq oyunları var, Haiti və Belarus. Həmin oyunlarda məqsədinizdən məqsəd nə olur? Əlbəttə ki, qələbə üçün çıxacağıq oyuna. Rəqiblər haqqında bir məlumat əldə eləmişsinizmi? Belarus Yox, heç bir məlumatımız yoxdur. İnşallah zbora yığışanda o haqda məlumat əldə edəcəyik.